InDesign və şəkillər, təsvirlər mövzusunu davam elətdirək. Biz keçən dəfə Place bölməsi ilə tanış olduq. Daha doğrusu Place funksiyasına, yəni şəkillərin, qrafik obyektlərin InDesign-a gətirilməsi, InDesign faylına gətirilməsindən danışdıq. Bu dəfə də eyni şeyə toxunaq, amma bu şəkilləri sonradan redaktə edək. Eyni qaydada götürüb Place eləmək istəməzdim. Yəni bu sadəcə şəkilləri kobud formada InDesign faylına yerləşdirməkdir. Amma bəzən də olacaq ki, əvvəlcədən müəyyən bir layout, müəyyən bir səhifə konstruksiyası, düzülüşü hazırlayacaqsınız. Yəni qabaqcadan düşünürsünüz ki, mənim şəklim belə olsun, hətta Shift X eləyək, rənglər yerini dəyişsin. Səhifənin yuxarısında tutaq ki, böyük bir şəkil olsun. Səhifənin aşağısında isə səliqəli eləməyə çalışaq. Müəyyən ara boşluqla 2 dənə şəkil olsun. İkisi də elə təxminən eyni ölçülərdə. Belə bir konstruksiya düşündünüz, hətta yəni ara məsafələrdə bəlkə eyni eləyək. Belə bir konstruksiya düşündünüz və şəkilləri bax, bura və bura müvafiq formada yerləşdirmək istəyirdiniz. Çox rahatlıqla Ctrl-D hər 3 şəkli götürdünüz, open elədiniz. 3 şəkil 3-ü də bizdə buferə düşdü və biz indi tak bunların üzərində tıklamaqla 3 şəklin 3-ünü də bu çərçivə daxilində yerləşdirmiş olduq. Amma şəkillər böyük olduğuna görə bizim bu çərçivənin içərisində çox nəhəng görünür. Biz artıq fitting mövzusunda bilirdik ki, şəkilləri proporsional olaraq çərçivənin içərisində bu şəkildə, bu formada göstərmək olar. Və əgər biz qabaqcadan qara düzbucaqlı çəkmişiksə, sonradan bu səhifəni PDF-ə eksport eləyəndə, hətta ola bilsin ki, çapdan da çıxanda bunun kənarında nazik, solğun, azca hiss olunacaq qara rəngi olsun, ona görə bu qaranı sonradan yığışdırmaq yaddan çıxmasın. Ya da ən yaxşısı, bunun üçün də bizə InDesign əslində Rectangle Frame Tool müvəqqəti bir placeholder, yəni sadəcə boş bir obyekt təklif eləyir. Yenə də əslində eyni məntiqlə burada da yenə həmin konstruksiyanı qura bilərsiniz. Bu dəfə gəl biraz fərqli olsun. Sağdakı böyük olsun məsəl üçün, hətta sağdakı bəlkə kvadrat olsun ya da kvadrata yaxın bir görüntüdə olsun. Yenə Ctrl-D hər üçünü götürdük, open. Yerini dəyişək, oxla məsəl üçün dəyişirəm ki, yuxarıda bu olsun. Sonra bu, sonra da bu. Yenə də hər üçünü götürək və fitting məsələsini tamamlayaq. Əla, bu yəni şəkil yerləşdirmə ilə bağlı başqa növbəti bir faydalı, praktiki tövsiyə. Və bu şəkilləri bəzən biz redaktə eləməli oluruq. Məsəl üçün hansını dəyişək? Tutaq ki, bunu ağqara eləmək istəyərdim. Yəni buradakı bu bol rəng mənim xoşuma gəlmədi. Mən istəyirəm ki, bunu redaktə eləyim. Sağ düymə və Edit With. Adobe bizə fərqli seçimlər təklif edir. Biz istəyərdik ki, şəkili yəqin ki, Photoshopda redaktə eləyərik. Və Photoshop açılsın, görək bu fayl bura gələcəkmi? Gəldi və mən resetləyim öz görünüşümü, workspace-mi daha doğrusu. Bu şəkili ağqara eləmək istəyərdim. Şəkili də biz bilirik ki, Photoshopda ağqara eləməyin qaydaları Image, Adjustment və Black and White. Girək fərqli variantları yoxlayaq, görək hansı halda daha dramatik ağqara görüntü ala bilərik. O formanı da saxlayaq. Olsun belə bir şey. Sonra da labelslə də biraz kontrast verək. Şəklimin tünd hissələri tünd, açıq hissələri açıq olsun. OK eləyirəm. Ctrl-S. Parametrlərə dəyməyim, çünki bir dəqiqə parametrlər çox da önəmli deyil. Və InDesign-a gəldi. Avtomatik ağqara oldu. InDesign nə bildik ki, biz şəkli orada ağqara eləmişik? Oradan bildik ki, biz şəklin üzərində sağ düyməni basıb buradan InDesign-dan qapını açdıq, getdik Photoshop-a. Biz əgər şəklin olduğu folderə getsək görərək ki, bəli, şəkil orijinal da orada ağqara olubdu. Yenə ikincisində gəlin eyni şey eləyək. Şəkili seçdim, sağ düymə, Edit With və Photoshop. Photoshopda gözlədik. Yenə də Image, Adjustment və Black and White. Yenə də biz daha dramatik, kontrastlı görüntü üçün müəyyən tənzimləmələr aparaq və sonunda da olsun belə bir şey. Save eləyək, OK deyək, qalsın bağlamasaq da olar. Gələk InDesign-a. Avtomatik qaraldı. Üçüncü halda başqa bir şey eləyək. Gedək bizə lazım olan folderə və burada şəkili götürək və şəkili Photoshopda birbaşa redaktə eləməyə çalışaq. InDesign-ın bundan xəbəri yoxdur hal-hazırda, doğru? Və Shift, Alt, Ctrl-B, açaq Black and White-ı və yoxlayaq görək bura biz hansı tənzimləmələr verə bilərik. Aşağı yuxarı nəticə əslində bizi qane edir. OK-dir.
Save elədik, yenə OK dedik və gəldik InDesign-a. Görürük ki, bunun digər iki haldan fərqli olaraq bu dəfə ağ-qara olmadı. Əksinə bir dənə də nida işarəsi gəldi. Linklər pəncərəsində nida gözləyir və aşağıda da preflight'da da bizdə bir error var, xəta var. Hansı ki, bu vaxta qədər o xəta yox idi. Nidanın üzərində saxlasaq, orada yazılıb modified double click to update. Yəni şəkil redaktə olunubdu, dəyişdirilibdir. Şəkildə müəyyən bir düzəlişlər olunubdu. Bunun üzərində 2 dəfə tıkla ki, bu dəyişiklik bu səhifədə də öz əksini tapsın. 2 dəfə tıklasaq doğrudan da o şəklin dəyişdiyini görmüş olarıq. Biz artıq InDesign-da 2 tipli şəkillə bağlı, daha doğrusu fayllarla, yerləşdirilmiş qrafik obyektlərlə bağlı xəbərdarlıq forması gördük. Keçən dərsimizdə faylın adını dəyişəndə fayl sanki itib yoxa çıxıb, bu faylı artıq InDesign tapmır deyə bir sual işarəsi gəlmişdi. İkincisi də biraz əvvəl gördüyümüz nida. Yəni ki, xəbərin olsun, bu şəkil dəyişdirilibdir. Birinci halda biz gedib faylın ya adını əvvəlki vəziyyətə gətirməliydik, ya da linki təzədən bağlamalıydıq ki, üzr istəyirik, bu fayl bundan sonra bu adda olacaq. Yəni, digər halda isə əgər redaktə olunmuş şəkil InDesign-da korrekt görünməlidirsə, o zaman yaxşı olar ki, üzərində sağ düyməni basaq, Edit with Photoshop, yəni InDesign-dan qapını açıb girək Photoshop-a və burada məsələn hansısa bir tənzimləmə aparaq və ya invert eləyək. Save eləyək və gələk InDesign-a. Bu dəyişiklik artıq burada öz əksini tapacaq, çünki InDesign-dan getmişdik. InDesign-a gətirilmiş şəkillərin Photoshopda editlənməsi və bir səhifə tərtibatında təsadüfi deyil də şəkillərin qabaqcadan planlaşdırılmış bir konstruksiya gətirilməsi ilə bağlı bilməli olduqlarımız bu qədər. Növbəti maraqlı InDesign dərslərində görüşmək üzrə. Hələlik sağ olun.